Yeni Cami, Yeni Valide Sultan Camisi İstanbulun ən tarixi məscidlərindən biridir. Yeni Cami Eminönü bölgəsində Qalata Körpüsünün yaxınlığında və Haliç sahilində yerləşir. İstanbulun simvolik, dini və memarlıq abidələrindəndir. 1597-ci ildə Safiyə Sultan 3-cü Muradın həyat yoldaşı tərəfindən tikintisinə başlanılıb. Müxtəlif səbəblərə görə tikinti uzun müddət yarımçıq qalıb. 1665-ci ildə Turhan Hatice Sultan 4-cü Mehmetin anası tərəfindən bitirilib. Bu məscid Osmanlıda validə sultanların siyasi və ictimai gücünü göstərən mühüm nümunədir. 2 minarədən ibarətdir. Daxili hissəsində İznik çiniləri, xəttatlıq nümunələri və zəngin bəzəklər mövcuddur. Məscid külliyə daxilindədir. Burada Misir çarşısı, çeşmələr və digər tikililər daxildir. İş Bankası müzeyi burada. Burada bütün İş Bankası'nın kitapları var. Kaya, bütün İş Bankası'nın kitapları var burada. Ne var? Bütün İş Bankası'nın kitapları. Bankanın kitapları var. Sen aldığın kitapları buradan basınlar. Bu İş Bankası ve ikinci dönem bildiğim gösteri. Ne gençlik ama ne kadar. Ne kadar yapmışsın? O kadar. İkinci dönem bildiğim gösteri. İkinci dönem. Ben üstüne löbet. İşte stop. Yani. Katar. Adam çok komik. Saran saran. Saatlara mı? Öyle mi?
İstanbulun ən məşhur və qədim bazarlarından biridir. Misir çarşısı Eminönündə Yeni Cami Külliyyəsinin bir hissəsi kimi yerləşir. Osmanlı dövründən bu günə qədər fəaliyyət göstərən vacib ticarət mərkəzidir. 1660 və 64-cü illərdə tikilmişdir. Sifarişçi Turhan Hatice Sultandır. Çarşıdan əldə olunan gəlir Yeni Caminin xərcləri üçün istifadə olunurdu. Misir adı buraya gələn Misirdən gətirilən ədviyyatlar və mallarla bağlıdır. L formalı qapalı bazardır. Təxminən 80-dən çox dükan var. Klasik Osmanlı memarlıq üslubunda tikilib. Günbəzli tavan və daş keçidlərə malikdir. Ən çox ədviyyat, istiot, darçın, zəfəran və s. satılır. Türk şirniyyatları da mövcuddur. Tutaj z takich kamieni naturalnych Daha iyisi abi her şey. Toptan zaten. Lokantalar, sokaklar. Hocapaşa Camisi. diye kadar sefer yaptık Türkiye'de. Çok sigara. Aldım Malboro, Sandalye. Hoş geldiniz. Bir dakika Türkiye'de. Yönetmen bir içeri geçiyor. Eyvallah. Teşekkür ederim. Sağ ol. Burası Gülhane Parkı'dır. Çok güzel parktır. Akşam gidelim böyle şey. İnternet kafeye ha. Tabii. Gece. Ayasofya İstanbulun Sultanahmet bölgesində yerləşən dünya tarixinin ən önəmli abidələrindən biridir. 537-ci ildə Bizans İmparatoru 1. Justinus'un əmri ilə kilsə kimi tikilmişdir. 1453-cü ildə İstanbulun fəthindən sonra Fatih Sultan Mehmet tərəfindən məscidə çevrilmişdir. 1934-cü ildə muzey olmuş, 2020-ci ildən etibarən yenidən məscid kimi fəaliyyət göstərir. Ayasofya nəhəng günbəzi, Bizans mozaikaları və İslam xəttatlığını birləşdirən unikal memarlığı ilə məşhurdur və UNESCO Dünya İrsi siyahısına daxildir. Sultan Əhməd Cami İstanbulun Sultanahmet meydanında yerləşən və Göy Məscid adı ilə tanınan tarixi məsciddir. Məscidin tarixi 1609-1616-cı illərdə Osmanlı Sultanı 1. Əhmədin əmri ilə tikilmişdir. Memarı sədəfkar Mehmet Ağadır. Tarixi hissəsi mavi İznik çiniləri ilə bəzəndiyi üçün Göy Məscid adlandırılır. 6 minarəsi olan nadir Osmanlı məscidlərindən biridir. Bu xüsusiyyəti ilə dövründə böyük maraq doğurmuşdur. Sultan Əhməd Cami bu gündə həm böyük ibadət, həm də ziyarət üçün açıqdır. İstanbulun ən önəmli simvollarından sayılır.